Salam aleykum. Burada da deməli kalium hidroksid, üstə gəlir xlor, əmələ gəlir kalium xlorid, kalium xlorat, üstə gəlir su. Baxın, 2 dənə xlor, sıfırdan gəlir xlor -1-ə fərq 1-dir. Sıfırdan, soldan sağa çıxıranda, sıfırdan -1 çıxanda müsbət 1 edir. Düz indi işarəni yazmayacaq o heç. Burada işarəyə də ehtiyac yoxdur. Sonra 2 dənə xlor sıfırdan gəlir xlor müsbət 5-ə. Sıfırdan 5 çıxanda -5 işarəni yazmıram da. Solda, indi bilmirəm, mən bunu 2-yə vurum yoxsa yox. Solda xlorat 1 oxtərpmə dərəcəsi var. Sağda xlorat 2 oxtərpmə dərəcəsi var. Sağda çoxdur, ona görə sağ yazıram. Və sağ yazdığıma görə sağda da rəqəm yoxda vuram, ona görə bunlar vurulmur. Yerəni dəyişirəm. 5-i yazıram sağda -1-in qabağına. Xlor oldu 6 dənə, bura 3 yazıram. Kalium oldu 6 dənə, bura 6 yazıram. Hidrogen solda 6 oldu, bura 3 yazıram. Və burada da mol miqdarının zamandan asıllığıdır məhsulların. Ən çox mol bunun qabağındadır. Ona görə A burada kalium xlorid olacaq. Sonra suyun qabağındadır əmsal. Ona görə də bu su olacaqdır. Və nəhayət deməli kalium xlorat ən aşağı mol olduğuna görə ən aşağı yerdə də kalium xlorat olacaq. Və yazıb B maddəsinin florla reaksiyası. Flor üstə gəl su. Bilirsiniz ki, su bütün yanğın hasillərini söndürür, amma yeganə burada açıq bənövşəyi yanmağa başlayır. Suyun yanma reaksiyası. Çünki burada yanmağa kömək edən oksigen əmələ gəlir. Burada da deməli oksigen sağdakı deməli bura 2 yazıram, hidrogen 4 olur. Bura 4, bura 2 yazıram və bunların da əmsallaşması yəni bu şəkildə deməli həyata keçirilir. Yəni bunu da biz müəyyən elədik. Və C maddəsinin kimyəvi formulu dedik ki, kalium xlora. Yəni bunların hamısını biz müəyyənləşdirdik.